Salam uşaqlar, mən rəsm müəlliminiz Sahilə Tərna. Bu günləri icmalı atdığınız mənə əl işlərinizə baxacağam və bunu deyim ki, uşaqlar, çalışın icmalı ən az bir şəkil atın. Çünki mən indi baxdığım videoda ən çox bəyəndiklərimi qoyacağam və 20 neçə nəfər olmalıdır, 23 nəfərin əl işinə baxmışam. Ona görə nə edirik? Başlayırıq. Deməli, salam müəllimə, necəsiz? Çox sağ ol, yaxşı olasan. Ümid edirəm ki, yaxşısınız. Mənim 12 yaşım var. Bunları hamısını özüm çəkmişəm. İnanıram sənə. Heç yerə baxmamışam və bunu paylaşmanızı sevirəm. Yəni, paylaşsa sevinərəm. Oxuya da bilmədim. Nəysə, sağ olun yazıb. Bunu deyim ki, əlbəttə ki, paylaşıram. Niyə də paylaşmayım? Və 12 yaşım var. Aha, 10 dənə rəsm atıbı. Amma dediyim kimi, mən bu videonu əl işlərinizi seçəndə dediyim kimi bəyəndiklərimi seçdim və 2 dənə işini görürəm bu dəqiqə, SS eləmişəm. Deməli, bu çaynik çox qəşəngdir, amma alt hissəsinə fikir ver. Yəni, bünövrən əladır, superdir, amma alt hissəsini həmişə biraz oval, yarım ellips formasında çəkməni istəyirəm. Belə çox qəşəngdir. Bir də mini ördək görürəm, çox belə, amma hiddətlidir ya, niyə belədir? Amma çox maraqlıdır, əllər və sağlıq. Zaten əl işlərinizi burada qoyuram. Deməyə ehtiyac yoxdur. Deməli, necədir? Bir dəfəlik deyir, nə salam, nə ələk, yaşı da demir, amma əl işinə baxanda 16 yaş plus görürəm. Yəni, bu portreti işləmisənsə, məncə yaşında var. Biraz burun biraz problemlidir, amma bunu deyim ki, yəni, çox əladır da, yəni, əllər və sağlıq. Yəni, indidən belə əl işlərlə başlayırıqsa, bu videoda çox qəşəng işlər sizi gözləyir, bunu deyim. 12 yaşındayım, sizcə nə tər çəkmişəm? Burada tam halını çəkmişdim. Tam halında arxada binalar, mənzərələr və şərfin altında da qara etmişəm. Yox, əl işini qara etməyib. Hələ etməmişəm yazıb. Baba, şərfi çox qəşəngdir. Uşaqlar, buradakı detalları görürsünüz. Gül ləçəkləri var, güllər. Bunu deyim ki, o fona ehtiyac yoxdur, həqiqətən bunu deyim. Üz ifadən olsun, emosiyanı çatdırmısan da çox qəşəngdir. Nə ilə bağlı işləmirsən? Yaşın neçə yazmış? 12 yaş. Çox qəşəng. Salam müəllimə, necəsiniz? Çox sağ ol, yaxşı olasan. Mənim adım Fərqanədir, 12 yaşım var. Rəsm çəkməyi çox sevirəm. Yayda kursa başlayandan inşallah sizcə necədir rəsmlərim? 4 dənə iş atıb. Amma mən bunun ikisini götürmüşəm. Məncə 12 yaşa görə əladır. Çox qəşəngdir də, yəni. Tort yeyən pişik. Yeyir yoxsa əstəğfurullah dedim. Pişikli tort deyirdim, az qala tövbə, əstəğfurullah. Yəni çox şirindir. Bu işində də idmanla məşğul olan bir qız görürəm. Digər 2 işində də baxmışdım da, yadımda da qalıb. İdmanla bağlı işlər idi. Amma mən ilk işini və digər işini, idmanla bağlı olan işini çox bəyəndim də. Fərqlilik qatmışsan da, necə deyirlər. Fərqli baxmışsan və bu önəmli olan da budur. Mən Fidan, bunu yeni işimdir. Bayonetdə siz də çəkmişdiniz, çox gözəl alınmışdı. Bu da mənimki. Mən də çəkmişdim bayonetdanı və bunu deyim ki, trendlərlə uyğunlaşmaya çalışırıq. O əsnada vaxt bölgümüz. Zaten kanalda da vlog videomda görərsiniz də, mən axşam vaxtı qayıdıram və bu videonu çəkəndə də axşam vaxtı, gecə vaxtı çəkirəm və editləmək falan. Hər nəsə dərdim təzələndi. Və Fidan, bunu deyim ki, əl işin çox qəşəngdir. Yaşını bazı yaşlı idin, sən elə yadımdadır və çox qəşəng işləmişsən və Bayonetta-dır, nədir? Həmin o xarakteri, bilmirəm, animedir, nədir, bilmirəm. Bir dəfəlik trend. Onun make-up'ı da çıxdı, rəsm işi də çıxdı. Yəni bir dəfəlik hər şey trend olur. Onu çox qəşəng tutmuşsan, eynək falan, o göz hissəsi çox xoşuma gəldi. Yəni, əladır. Bu nədir? Sual işarəsi və 10. Yəqin şəklini qiymətləndirməmi istəyir və şəkli çox qəşəngdir. Biraz qorxuludur. Mən bunu şeydə görmüşəm, nə idi onun adı? Res videolarında olur, uşaqlar belə ritmik, belə qorxuducu bir musiqi. Qorxuducu demir, belə ritmik, dinamik bir mahnı ilə. Çox da qəşəng sevmişəm. Yaşını bilmirəm, mən yaşa əsasən qiymətləndirməyi seçirəm. Bilirəm uşaqlar, yaşa uyğun qiymətləndirmək düzgün deyil, amma biz bunu indi edirik də. Və məncə 8 düşər. Çox qəşəng işləmişsən də, çox bəyəndim. Mehrin iş atıb.
4 dənə iş görürəm mən burada. Dördüncüsünü daha çox bəyəndim. İş işlərində naturmortla bağlı. Baxın uşaqlar, mən naturmortla bağlı bir şey görəndə sevinirəm. Çünki uşaq inkişaf eləyəcək. Naturadan real bir şey çəkməyə şey eləyir də. Buna görə yaxşıdır. Və sonuncu işi də bir neçə şəkil var burada, hə. Ayda cizgi filmlər. Hansına baxmısınız uşaqlar? Mən bunu seçməyimin səbəbi də məncə bu olub. İndi yadıma gəlir. Mən uşaqlıq xatirələri, adam baxanda təhər olur. Amma çox qəşəng işləmisən Mehri. Ya məncə az yaşlı idin sən də. İnanın ki, uşaqlar yaşlarınız yadımda qalmır. Əksəriyyətiniz bilirəm 12-11 yaş aralığıdır, amma kanalı yaşı çox olanlarda əl iş yadır və mən bunu sevinirəm. Ki, nə yaxşı ki, yəni məqsədimiz də odur. İnşallah rəssamlıqla məşğul olan hər bir kəs bizi bir yerdə olarıq və bir əl işlərinizə də baxaram. Mənim üçün bu böyük bir zövqdür. Rəngli karandaşla işlədim. Çox qəşəngdir. Zaten bu alqış hər şey dedi. Məncə başqa bir şeyə ehtiyac yoxdur. Sadəcə biraz gözündə müəyyən bir damcı problem var, amma işin çox qəşəngdir. Yəni halaldır. Rəssamlıqla məşğul olursan, yəni peşə olaraq deyirəm. Halaldır. 13 yaşım var, adım Sevgidir. Necədir? Ümid edirəm ki, baxarsınız. Niyə baxmayım? İndi uşaqlar deyəcəksiniz ki, mən də əl işi atmışam mənim ki, hanı. İnanın ki, altdan yuxarıya doğru 20-20 baxmaya çalışıram. Videoda həddən artıq uzun olur. Editləməyə də çalışıram, kəsməyə də çalışıram. Qoy maraqlı olsun sizə də, bizə də, mənə də, özümə də baxanda deməyim ki, ayda bu nə uzun videodur. Mənim özüm hövsələm çatmır, uşaq nətər baxsın, olmasın deyə ona görə qısaltmayı seçdim. Yəni yaxşı olar. Deməli, Sevginin işinə baxırdıq. Futbolçu işləyib, çox qəşəngdir Sevgi. Bir dəqiqə, eynidir. Əhsən, neçə yaşın var? 13 yaş. 13 yaşında bu qədər istedad. Çox uşaqlar zaten yanakı qoyacağam. Bir-birinə bu qədər bənzəməsi çox qəşəngdir. Birə-bir eynidir, əhsən. Əsasən də bu professiyada, yəni bu istiqamətdə işləyən, yəni biraz profildir də bu, təmiz profildir. Belə işlər özdə profil ön, yaxın qaldırıb. Məsələn, uşaq profildən işləyir, belə aşağıya baxır ya da düz baxır. Amma sən də bunu qaldırmısan və bu çox qəşəngdir. Əhsən, yəni əla. My Driving. Gözləri çox gözəldir, bunu deyim. Yaşını yazmamısan, adını yazmamısan. Bəlkə yazıb 1000 dəfə, mənim yadımda deyil, üzrlü sən uşaqlar. Yəni o cəhətdən biraz yaddaşsızlıq var məndə. Əslində yaddaşım var ya, göz yaddaşım. Mən bir insanı bir dəfə gördüm, onu unutmaram. Amma bəzi şeyləri unuduram da. Bu yaş məsələsi olsun, nə bilim, adam, insan adı yadda çıxarıla bilmirəm mən. Yəni hər dəfə yadımdan çıxır. 1000 dəfə soruşuram həmin adımdan. Adın nədir? O da deyəcək ki, budur da adım. Nəsə uzatmayım. Bu çox qəşəngdir, yəni. Biraz dediyim kimi, digər sağ gözündə biraz uzatmışsa, amma işin çox qəşəngdir və diqqət gözlərdədir və o gözlərin o bülluru falan çox çarpıcı və realistik görsənir. Əlləri və sağlıq. Deməli, bir dənə uşaq qızımız 3 dənə əl işi atıb, yaşını qeyd etməyib. Elektron versiyada, planşetlərdə olur ya uşaqlar. Mən inansız heç çəkməmişəm. Kompüter dərsində gedərdik. Mən orada hamı eləyib, mən bir dənə etməmişəm. Gedərdik orada Paint-ə girərdik, rəsm çəkməyə çalışardıq falan. Oradan bir şeyim var. Yoxsa belə mən həmişə karandaş, yağlı boya, kətan, biz bunlarla işləməyi daha çox şey edirəm, ləzzət edir. Mənə baxmayın, bu işi var ya. Bir dəfə atlandım digər uşaq. Bu daha çox qəşəngdir, bəyəndim də, yəni həqiqətən qəşəngdir. Aha, salam müəllimə, necəsiz? Neçə gündür rəsm atmışdım sizə. Sizcə necə olub? Yaşı da 10-dur. 4 dənə rəsm atıb. Uşaqlar çalışıb bir dənə rəsm atın. Dediyim kimi, zaten mən aralarından ən çox bəyəndiyimi seçirəm. SS elib götürürəm telefondan və baxıram. Aha. Animə oxşuyur. Bu animedir. Aha, qəşəngdir, qəşəng işləmisən. Və stik, yenə stik, yenə stik, yenə stik. Yenə stik. Adını da öyrəndim sizin sayənizdə, yəni o qədər. Qəşəngdir, əllərə sağlıq. Animələr çox qəşəng. Maraqlı, yaşın 10-dur, 10 yaşa deyil, məncə əladır. Yəni davam elə. Maraqlıdır. Aha, yenə sual işarəsi və rəqəm qoyub qiymətləndirməyimi istəyir. Bu da pis deyil. Mona Lisa'nı işləyir. Karandaşla işləyib, ben karandaşla. Biraz guaşa oxşatmadım uşaqlar sizdə.
8 vermək, 8,5 vermək olar. 9-a yaxınsan. Qəşəng işləmirsən. Uşaqlar, mən bunu deyim ki, Mona Lisa zad mən çəkməmişəm. Heç çəkməmişəm. Hamı işləyib. Bizdə bir dənə qız uşaqlardan da işləmişdi, limonla. Onun adını qoymuşlar Mona Lisa, yəni talış versiyası. Yəni hər kəsin öz fantaziyası var. Məncə fərqliləşdirmək daha yaxşı bir şeydir. Olduğu kimi çəkməyə bilərik, amma öz nəyimizsə qatmaq, fikrimizi qatmaq, onu ideallaşdırmaya çalışmaq daha yaxşıdır. Salam müəllimə, yaşım soruşmuşdunuz. 11 yaşım var. Hər dəfə soruşuram. 1 ildir rəssamlıqla məşğul oluram. 1 ildir. Üstəlik. Neçə yaşındam? Hə də 10 yaşından başlamışam. Mickey Mouse işləyib, çox da şirin görsənir. Maraqlıdır. Cizgi filmlərdən bir neçəsini də çək atarsan, məncə daha da yaxşı əl işlərin ola bilər. Afərin. Salam müəllimə, mən sizə yenə şəkillərimi atdım. Amma bu səfər canımdan çox sevdiyim dostum, bacım Mədinəninkilərini də atdım. 6-sı mənim, digər 4-ü isə onundur. Mənim çəkdiklərimi şəkil çəkməyim isə həmişə o kömək olub. Ona görə də onun şəkillərinə bayılıram və mən o qədər də yaxşı çəkmirəm. Onunkilər isə qüsursuzdur deyir. Kaş yazsaydın hansı Mədinəninkidir, hansı səninkidir. Amma mən buradan 3 dənəsini seçmişəm. 4-cü şəkil məsələn çox şirindir və bir şirin bir güldan görürəm. Sən işləmirsən onu. Çox bəyəndim də həqiqətən. Bir də 3-cü şəkil çox şirindir, güldan işləmirsən. Bir də 7-ci şəkil, bilmirəm indi Mədinə işləyib yoxsa sən işləmirsən. Onu çox bəyəndim də. Bu digər işlərində ən çox bəyəndiyim ulduzlu odur. Çox qəşəng işləmirsən, oxşatıb da, maraqlıdır işləyib. Bir də o axırıncı işiniz var. Tinkerbell. Göbələklər var burada. Göbələklər. Bir şey çələyi başa düşmədim, amma olsun. Bir yorum qatmısan, bir gözəllik qatmısan. Mən də çox da şirin. O mühitə, auraya uyğundur. Afərin. 10 yaşım var. Mən böyüyəndə rəssam olmaq istəyirəm. İnşallah olarsan və niyə də olmasın. 5-ci sinif kitabındakı rəsmlərə oxşuyur bu. Əvvəldəki Çin geyimlərdir. Sonuncusu da xalçanın oturub. Amma məncə ikinci işin Azərbaycan milli geyimlərindən, qadın geyimlərindəndir. Maraqlı da işləmirsən. Və böyüyəndə niyə də rəssam olmayasan? Niyə? Əgər istəyirsənsə, çox çalış və məncə də bacaracaqsan. 10 yaş nədir ki, sən hələ indi. Çox qəşəng, çox qəşəng. Salam müəllim, mənim 12 yaşım var və burada rəsmlərim bir də var və sizi çox sevirəm. Mən də sizi çox sevirəm. İndi ürəyim nəyə oxşadı bilmədim. Mən də sizə həqiqətən çox sevirəm uşaqlar. 18 martla bağlıdır bu. Güllər nə qəşəngdir. Güllər çox qəşəngdir. Güllər bayıldım. Çox qəşəngdir. Ağladı. Salam müəllim, yaş 17. İmtahanlarla əlaqədar çox da çəkə bilmirəm, inkişaf edə bilmirəm. Yayda daha çox çəkəcəm. Nəyi düzəltməliyəm? Yaxşı olar. Yəni nəyi düzəlsəm yaxşı olar deyir. 17 yaş imtahanlara hazırlaşırsan, inşallah arzuladığın yerdə və universitetdə təhsil alarsan. Amin inşallah. Və arzuladığın o yerdə olarsan inşallah deyirik. Afərin. 3-cü işin çox daha qəşəngdir. Nəyə görə deyirəm? İlk əvvəlki işinə də baxmışam. Yadımda da var. Yəni bu işi görürəm. Bu işdə məsələn detallar gözəldir. Çalış həcmli işləməyə çalış. Həcmli nəyə deyirəm? İşıq, kölgə. İşini artıq qurmasını eləmirsən, həcmli eləmək qalıb. Məsələn, digər işində dırnalar falan qorxuducudur, amma çox qəşəngdir. Yəni həqiqətən qəşəngdir. Dediyim kimi, həcmli işıq və kölgə ilə bunu çox da realistik göstərir. 3 həcmli görsənməyini istəyirsənsə bunu elə. Salam müəllimə, neçə vaxtdır atmaq istəyirəm, amma dərslərim, hazırlıqlar isə məşğulam. 5-ci sinifdə oxuyuram. 11 yaşım var. Sizcə necədir? Mən ilk baxışda görürəm. 2 fərqli üz. Zaten 2 fərqli üzdür elə. 11 yaşa görə biraz fərqli düşünmürsən. Biraz necə deyirlər ona? Simvolik formada işləmirsən. Daha fərqli bir şeylər səndən gözləyirəm. Məncə yaxşıdır. Çəkinmirsən də bəlkə də. Maraqlıdır. Amma daha gözəl əl işlərin olacağına əminəm. Atıb göndər. Göndər gəlsin də. Yəni o dərəcə. Salamlar müəllimə. Adım Ayandır. Ayan. Niyə oxuya bilmədim uşağın adı? 13 yaşındayam. Təxminən 6-7 yaşlarında kurslarda getmişəm.
Çəkmişəm, indi də buraxmışam. Gəlirdim. Aha, yayda 3 ay getmişəm hazırlıqlarda, amma onunla o qədər də bir şey. Hə, kursa gedib və o qədər də bir şey öyrənməyib. Öyrəndim, bu arasında daha da tanıdıqlarımı. İnşallah bəyənərsiniz. Niyə də bəyənməyib? Sizin atdığınız bir şey bəyənməmək şeyim var mənim. Müəllim ola bilərəm, okey. Səhvlərinizi deyə bilərəm, amma mən əl işlərinizi bəyənirəm. Bəyənirəm ki, bu videoların ardı gəlir və siz də bəyənirsiniz, motivasiya alırsınız və siz də göndərirsiniz. Bunu deyim ki, kurs məsələsinə gəldikdə, ola bilər ki, sənin müəllimin səni yaxşı hazırlaşdırmayıb ya da olduğun mühit nəsə ona uyğun olmayıb, ola bilər. Məsələn, ola bilər uşaqlar, mən buna normal qarşılayıram, amma yerdən yerə də fərq edir. Araşdırın, gedin. Daha məsuliyyətli olmaya çalışın. Rəssamlıq elə bir şeydir ki, hə, sizi müəllim öyrədir, amma davamı da sizdən gözləyir. Siz də hərəkət etmədiniz, avtomatik o dayanır da, yəni sizin tələbkarlıq deməyim, həvəsinizdən çox şey asılıdır. Mən nə qədər uşağa dirəşsəm də, bunu elə, onu elə, o deyəcək ki, müəllim mənə öyrətməmişdi, mənə şey eləmişdi. Amma inanıram ki, sən elə uşaq deyilsən, çünki işlərin bunu deyir ki, işlərin çox qəşəngdir bu arada. Çox qəşəngdir. Yəni sən öyrənmirsən məncə. Çox qəşəng işləyirsən. Öz üzərində də işlə, neçə yaşın var? 13. 13 yaşlı uşaq bunu işləyirsə, halaldır da yəni sənə. Əhsən. Salam müəllimə. Mənim 11 yaşım var, kursa getmirəm, yağlı boya ilə. Ha, gedirəm, yazıb getmirəm, oxuyuram. Bağışlayın inşallah. Aha, çəkmişəm, necədir? Yağlı boya. İlk işini zaten görmüşdüm, amma bu ikinci işində bu ev var, hə. Meşəlik, çox qəşəngdir. Neçə yaşın var? Yaşı yazmayayım, salam. 11 yaşım var. Cəmaət, xalqın uşağı 11 yaşında nələr çəkir, xala oldu sənə. Yəni, həqiqətən. Salam müəllimə, bu əsəri 20 yanvarda çəkmişəm və 13 yaşım var. Sizcə necədir əsərim? 13 yaşında belə uşaqlar... Mənim gözüm bir dəfə... Bunu deyim, sənin əl işin 16 yaşlı bu uşağın əl işinə oxşuyur bu bir. Çox qəşəng bir detaldır. Və deyim ki, çox qəşəngdir. Yenə, videonun əvvəlində də vardı, örtüklü xanım. Yəni yaylığı, gül, çiçək, səndə də elədir, amma ondan fərqli olaraq, bax, müqayisə etmirəm, amma sadəcə deyirəm, fonu daha yaxşıdır, bitirmirsən də, yaxud bitirməyə yaxındır. Və mənim üçün ən təsirli olan, ən sona saxladım. Bunu deyim ki, həqiqətən buna baxanda, bu əl işini balaca qızımız işləyəndə çox kövrəldim. Mən gördüm yuxarılarda, icmalın yuxarı hissəsində də bir nəfər də işləyib, amma onu digər videoya saxladım. Həqiqətən, mən həmişə takipçilərim olsun, tanınan məşhur insanların həmişə portretlərini işləmişəm. Amma bir takipçim, bir izləyicim mənim şəklimi çəkiləndə həqiqətən kövrəldim. Necə deyirlər, bir dəyərlə, bir sevgi ilə çəkilən hər bir şey özəl və dəyərlidir. Mən gedib burada, məsələn, bu səhv, bura belədir, bura elədir demərəm də. Yəni, çünki bu bir balaca əllərlə çəkilir, bu balaca bir qəlblə, bu balaca bir sevgi ilə işlənir və həqiqətən bu mənim gördüyüm ən gözəl işlərdən biridir. Çünki bu bir sevgi ilə işlənir. Yəni, həqiqətən balacam, əllərə sağlıq. YouTube kanalı da balaca qızımızın buradadır. Baxıb, takip edib, dəstək ola bilərsiniz. Və bunu deyim ki, hər şey ürəyinizə olsun inşallah. Və burada da yazıb ki, salam müəllimə, necəsiniz? Sən əl işini gördükdən sonra çox xoşbəxt oldum da, həqiqətən çox sevindim. Ümid edirəm ki, yaxşısınız. Mənim adım Aytacdır. Salam Aytac bir daha. Kursa getmirəm, hamısını mən çəkmişəm. Afərin sənə. Deyir ki, hə, baxın nə olur, sizi çəkməyə çalışdım, inşallah bəyənərsiniz və Heydər Əliyevi də çəkib. Hə, Heydər Əliyevini də bura qoydum, maraqlı qəşəng işləmirsən. Amma mən öz əl işim, sən məni çəkdin, onu çox daha bəyəndim. Həqiqətən əllərə sağlıq və daim belə çəkməyə, yaratmağa, öz üzərinizə işləməyə, sənəti sevməyə davam edin. Sizi sevən, sizi həqiqətən sevən müəlliməniz. Həqiqətən, biraz qəribə oldum, yəni nə qədər baxmışam o videoya, yəni həqiqətən hamıya da göndərirəm, baxın. Belə.